Mü ilə başlayan sözlər düşünün, davam eləyək. Müəmma, amma. Müəmma, amma. Müthiş, dəhşət. Mübtada, ibtidai. Mühasirə, hasar. Müxbir, xəbər. Müharibə, hərb. Mümkün, imkan. Müttəfiq, ittifak. Müflis, iflas. Oradan mənə marker ver. Müddəa, maddə. Müddəa, maddə. Ver qızım. Ha, qızım, ağzını niyə bağlayırsan ki? Müxtəlif, ixtilaf. Müsəlman, İslam. Mübahisə, bəhs. Müsahibə, söhbət. Müsahib, söhbət. Mühafizə, hifz, qorumaq. Mühasirə, hasar. Hasar çəkmək, mühasirə etmək. Mütəxəssis, ixtisas. İxtisas. Mühazirə, hazır. Hazır nitq şəklində mühazirə. Mühüm, əhəmiyyət. Müdrik, dərk, idrak. İdrak. Müşahidə, şahid. Mühəndis, həndəsə. Bak görürsünüzmü? Siz bir sözün mənasını düzgün müəyyən etmək üçün həmən sözə uyğun, həmən sözdə olan hərflərin iştirak etdiyi başqa bir sözü tapırsınız. Mesela sizə deyəndə ki, Cavid, filan sözün şərhini göstər, şərhini yaz, izah et və bu sözlər cümlə daxilində, cümlədə hansı kontekstdə işlənir, o cümlənin məzmununu daha dəqiq müəyyən etmək üçün həmən sözün fleksiyasını tapmaq lazım. Fleksiya nədir? Fleksiya yenə də deyirəm, ərəb dilindən, bizim dilimizə, ərəb dilindən bir söz keçirsə, onun ətrafında bir neçə söz yaranır. Yəni, samitlər qalır, sahiblər yerini dəyişir. Necə ki, şeir, şair sözləri kimi. Nizam və intizam, məsələn, nazim sözləri kimi. Necə ki, kitab, katib, məktub, məktəb sözləri kimi. Kitabı. Ərəb dilində bir dənə kətəbə feili var. Kətəbə, yəni yazmaq deməkdir. Yazmaq. Kətəbə feili keçib Azərbaycan dilinə, amma kətəbə şəklində yox. Kitab, katib. Kitabı neynirlər yazırlar, katib neynir yazır. Məktubu neynirlər yazırlar. Kətəbə feili var, bu şəkildə də yazılır. Kətəbə. Kitabı. Aydındır mı? Çünki ərəb dilində sait yoxdur. Sait işarələrdir. Ona görə də sadəcə samitlər yazılır. Biz də samitləri götürmüşük. Görün dilimiz nə qədər zəngindir. Bax, mü ilə başlayan, mə ilə başlayan, tə ilə başlayan, tü ilə başlayan nə qədər söz var ərəb mənşəlidir. Aydındır mı? Buna fleksiya deyirlər. Yəni fleksif dillərdən Azərbaycan dili iltisaqi dildir. Çünki söz kökü dəyişmir, sabit qalır. Amma fleksif dillərdə söz kökü dəyişir. Söz kökü müxtəlif samitlər yer dəyişməklə yeni sözlər yaradır. Aydındır mı? Ver.